Dəyərli brend partnyorlarımız, bu video ilə sizlərə izah edəcəm ki, əgər biz şəxsi kabinetə giriş üçün şifrəmizi unutmuşuqsa, şifrəni necə bərpa edə bilərik? Bunu etmək üçün həm Biznes App tətbiqindən, Oriflame App tətbiqindən, Oriflame Az saytından istifadə edə bilərik. Daxil oluram ilk növbədə sayta. Daxil olmaq düyməsini klikləyirəm. Brend partnyor kodumu bu hissəyə yazıram. Kodu yazdıqdan sonra gördüyünüz kimi şifrəni unutmuşsunuz deyə bir sual verilir. Bu bölümə daxil oluram. İstəsəniz mail adresinizi yazıb, müvəqqəti şifrəni mail adresinə, istəsəniz də mobil telefon nömrənizə göndərə bilərsiniz. Bunun üçün mən nömrəni seçirəm və nömrəmi bu hissəyə daxil edəcəm. Nömrəni yazdıqdan sonra davam etmək düyməsini klikləyirəm və gördüyünüz kimi bura müvəqqəti şifrə yazacağımız bir xana gəlir. SMS ilə mənə gələn müvəqqəti şifrəni bu xanaya yazacağım. Müvəqqəti şifrəni yazdıqdan sonra yeni şifrəni özüm təyin edirəm. Hər hansı bir şifrəni bura yazacağım. Unutmayın ki, mütləq şəkildə bir böyük hərf, kiçik hərflər və rəqəmlərdən istifadə etməlisiniz. Şifrəni də yazdıqdan sonra daxil olmaq düyməsinə klikləyirəm. Və gördüyünüz kimi bizlər səhifəmizə keçid alırıq.